Nəşi yandırılan vəhşi ləqəbli 8 Martın banisi Klara Setkin sizə danışacağam. 8 Mart bayram yoxsa faciənin tarixidir? 8 Mart beynəlxalq qadınların bayramıdır. 8 Mart əslində fəhlə qadınların daha yaxşı iş şəraiti tələbi ilə başlatdığı hüquqi mübarizənin başlanğıc tarixi olsa da, bütün dünyanın qadınları bunu bayram kimi qeyd edir. 1857-ci il mart ayının 8-də Amerika Birləşmiş Ştatları New York şəhərində 40 min toxucu fəhlə daha yaxşı iş şəraiti tələbi ilə tekstil fabrikində tətil edib. Polisin hücum etməsi nəticəsində fəhlələrin fabrika doldurularaq qapının bağlanması və meydana gələn yanğında fəhlələrin fabrik qarşısında qurulmuş barikadadan qaça bilməməsi nəticəsində əksəriyyəti qadın olan 129 fəhlə həyatını itirir. Fəhlələrin dəfn mərasimində 10 mindən çox insan iştirak edir. 1910-cu il 26-27 avqust tarixində 1857-ci il hadisələrindən düz 52 il sonra Danimarkanın Kopenhagen şəhərində keçirilən qurultayında Klara Setkin adlı bir Alman sosialist qadın hər il mart ayının 8-də Dünya Qadınların Gününün olmasına bağlı təklif irəli sürür və təklif tez bir zamanda qəbul edilir. Onun nəşi yandırılır. Külü isə Qızıl Meydanda, Kreml divarlarında bir qutuya yerləşdirilir.